Salam aleyküm əziz izləyicilər və ustaylarım. Bugün nədən danışaq? Obyektdə ya da mənzildə alçıpan işini nə vaxt başlamaq olar? Bu yəqin ki, hamını maraqlandıran bir suallar olur. Bir çox vaxt olur ki, ev sahibi soruşur ki, bu tam deyir ki, yox, hava soyuqdur, alçıpan vurmayaq, ya qışda alçıpan vurmayaq. Alçıpanın mənzilə və yaxud da ki, obyektə vurulmağının fəsli, sezonu yoxdur. Alçıpanın istənilən vaxtı mənzildə istifadə etmək mümkündür. Sadəcə müəyyən texniki şərtlər var ki, bunlara əməl olunmalıdır. Bunlardan da biri nədir? Mənzildə alçıpan işi başlamamışdan qabaq mənzildə və yaxud da ki, obyektdə bütün belə deyək də, qara işlərin hamısı, nəm işlərin hamısı, elektrik işləri, santexnik işləri, stəşqə işləri, bunlar hamısı yekunlaşmalıdır. Malyarka mayak işləri, bunlar hamısı yekunlaşmalıdır. Yəni Çornovoy deyək də, Florla desəm, Çornovoy işlərinin hamısı yekunlaşmalıdır. Bundan sonra mənzildə alçıpan işinə başlamaq olar və təbii ki, mənzildəki temperatur müsbət 10 dərəcədən aşağı olmamaq şərti ilə ki, alçıpan nəmlənməsin. Bundan sonra mənzilə alçıpanın daşınması, mənzilə alçıpan daşınanda isə xüsusilə fikir vermək lazımdır ki, alçıpan divara paralel yox, döşəməyə paralel yığılsın. Yəni onun strukturu dağılmasın, içi daxili, yəni strukturu, quruluşu dağılmasın ki, sərsinlərin müəyyən səbəblərdən, oynamalardan çatlar əmələ gəlməsin və necə deyərlər, alçıpan deformasiyaya uğramasın. Və növbəti şərtlərdən də biri, mənzilə alçıpan gələndən sonra, məsələn, bugün mənzilə alçıpan gəldi və bugün də alçıpanı vurmaq olmaz. Ən azından bir gün, 2 gün həmin alçıpan həmin mənzildə qalmalıdır. Yəni, adaptasiya dövrünü keçməlidir, mənzilin havasına uyğunlaşmalıdır. Və dördüncü şərt isə alçıpan vurulduqdan sonra, bu xüsusi rəngsazlara aid, yəni mallərə aiddir. Alçıpan vurulduqdan sonra momental alçıpan işləmək lazım deyil. Yenə 1-2 gün qalmalıdır, çünki alçıpanın oturması var. Alçıpan oturmalıdır və bundan sonra alçıpan işlərinə start vermək olar. Diqqətinizə görə çox sağ olun. Allah hər bir kəsin işini avandırsın. Xeyirli işlərini avandırsın. Sağ olun.